Ukrayna qüvvələri Donetsk vilayətində uğurlu eks-hücum əməliyyatları həyata keçirib. Xüsusilə 3-cü hücum briqadası Etkodub kəndi yaxınlığında diqqətə layiq bir reyd keçirib. Bu əməliyyat nəticəsində Rusiyanın mataatıcı alayına məxsus bir tağım tamamilə məhv edilib və Ukrayna bölmələri yeni mövqeləri ələ keçirərək orada möhkəmlənib. 3-cü hücum briqadasının məlumatına görə bölmələri Etkodub yaxınlığında müdafiə xəttini gücləndirmək məqsədi ilə yerləşdirilib. Bu ərazi Rusiya ordusunun son vaxtlar hücumlarını intensivləşdirdiyi bölgələrdən biridir. Ukrayna döyüşçüləri böyük təzyiqlərə baxmayaraq hücumları dəf etməklə kifayətlənməyib. Özləri də əks-hücum təşkil ediblər. Koordinasiyalı reyd və zərbə zamanı 2-ci mexanikləşdirilmiş taborun Karakurt koloniyasının 3-cü rotası Rusiyanın silahlı qüvvələrinin 20-ci ordusunun tərkibində olan 144-cü diviziyanın 283-cü motoatıcı alayına məxsus bir tağımı məhv edib. Düşmənin bu tağımı məhv edildikdən sonra Ukrayna hərbçiləri həmin mövqeləri təmizləyərək öz nəzarətlərinə götürüblər və bu da bu cəbhə sayəsində onların taktiki vəziyyətini yaxşılaşdırıb. Etkodub kəndi strateji əhəmiyyətə malikdir. Çünki bu ərazi Rusiyanın liman istiqamətində mümkün irəliləyiş marşrutu üzərində yerləşir. Bu istiqamət liman vasitəsilə Oskol çayı və İzyum şəhərinə doğru uzanır. Liman Severski-Donetsk çayı üzərindəki vacib keçidə nəzarət etdiyi üçün əməliyyat baxımından mühüm ərazi sayılır. Liman şəhəri 2022-ci ildə Rusiya işğalı altında olub. Lakin Ukrayna qüvvələri tərəfindən 1 oktyabr 2022-ci ildə güclü hücum nəticəsində azad edilib. Son həftələrdə düşmə və Etkodub istiqamətində yenidən hücumlara başlayaraq itirilmiş mövqeləri geri almağa çalışır. Lakin 3-cü hücum briqadasının hərəkətləri Ukrayna ordusunun müdafiə qabiliyyətinin və düşməni mərhələli şəkildə sıxışdırmaq taktikasının effektivliyini nümayiş etdirir. Doğu, yaxınlarda Yabulovka bölgəsində Rusiya ordusunun hücum zirehli qrupunun məhv edilməsi ilə birlikdə cəbhənin bəzi hissələrində təşəbbüsün Ukrayna qüvvələrinin əlində olduğunu göstərir. Ukrayna silahlı qüvvələrinin polkovniki və hərbi ekspert Sergey Grabskinin sözlərinə görə Ukrayna müdafiə qüvvələri üçün Donetsk vilayətində yerləşən liman şəhərini saxlamaq həyati əhəmiyyət daşıyır. Grabskinin fikrincə Rusiyanın liman yaxınlığındakı əməliyyatlarının məqsədi şəhəri dolanaraq işğal etmək və Slavyansk-Kramatorsk aqlomerasiyası üzərində asılqan yaratmaqdır. O izah edib ki, sənaye şəhəri olan liman bir çox texnoloji obyektə sahibdir və gələcəkdə Slavyansk və Kramatorska hücum üçün silah, texnika və resursların saxlanacağı logistik və komanda mərkəzinə çevrilə bilər. Rusiya işğalçıları Ukraynanın 82-ci hava hücum briqadası tərəfindən əsir götürüldükdən sonra komandirlərinin onlara qarşı rəftarı barədə dəhşətli açıqlamalar veriblər. Ukraynalı döyüşçülər isə əsirlərlə Cenevrə konvensiyasına uyğun davrandıqlarını bildiriblər. Bu məlumatı Espresso media qurumu Ukraynanın 82-ci briqadasına istinadən yayıb. Sergey Fateyev 22 may 2025-ci il tarixində müqavilə imzaladığını və cinayət qeydiyyatından xilas olmaq, oğlu ilə həyat yoldaşı qarşısında yaxşı görünmək üçün qeydiyyatını təmizləmək istədiyini deyib. Bu həyat yoldaşı ilə mübahisədən sonra evdən çıxıb, maşınında konyak içdikdən sonra bağ evinə getdiyini xatırlayıb. Polis onu sərxoş vəziyyətdə maşın sürdüyü üçün saxlayıb. Daha sonra piyadanı vurduğu üçün yenidən həbs edilib. Digər işğalçı Vladislav Urazbaxtin isə hərbi xidmətə dəvət aldığını bildirib. Aşpazlara və fəhlələrə ehtiyac var idi. O fəhlə olmağa qərar verib və ayda 200 min rubla qədər əmək haqqı vəd edilib.
Ona qalıqları təmizləməli və ölülərin çıxarılmasına kömək etməli olduğu deyilib. Vitali Salduşkin isə anasında yırtıq tapılması səbəbindən anasına əməliyyat lazım olduğu üçün müqavilə imzalamağa qərar verdiyini deyib. Bu 3 nəfər dünən Ukraynanı məhv etmək arzusunda olan, lakin indi 82-ci briqada tərəfindən əsir götürülən tipik qəhrəmanlardır. Ukraynalı döyüşçülər onlara Cenevra konvensiyasının tələb etdiyi kimi nəzakətlə davrandıqlarını desələr də, əsirlər onları kimin əlində saxladığını yaxşı bilirlər. Rusiya komandanlığının münasibətinə nəzər saldıqda əsirlikdəki rəftarlarını daha müsbət qiymətləndirirlər. Bir əsir bildirib, onlar bizə sadəcə çirkab kimi davrandılar. Bizi təhqir etdilər və ələ saldılar. Sırada dayanarkən sakitcə gəlib sənə vura bilərdilər. Elə anlar olurdu ki, insanlar elə oradaca ölürdü. Dəlim poligonunda bir nəfər sadəcə psixoloji olaraq dözə bilmədiyi üçün mənim gözümün qabağında özünü vurdu. Yeni əskərlər də gəlirdi və dözmürdülər. Bir nəfər də gecə tramboz oldu və gələn təcili yardım onu xilas edə bilmədi. Hətta axsaq və bir gözü kor olan qocaları da gətirirlər, lakin yenə də onları hücuma göndərirlər. Digər bir rus isə əmr verildiyində getməsən arxadan vurduqlarını əlavə edib. Fatiyev izah edib, geri çəkilməyə icazə verməyən xüsusi qoşunlar var. Onlar üçün bu hücum əmri kimidir. Baş verdikdə onlar üçün xəyanətdir. Ruslarda bu fanatizmin, bu öldürmək istəyinin haradan gəldiyini bilmirəm. Qərb qübbədəkilər ruslara əhəmiyyət vermirlər. Çoxlu insan var. Deyirlər ki, onsuz da meyitlərlə bastıracaqlar. Rusiya ilə təşkil olunub ki, əskərlər onsuz da ölsün. Tərükçü təslim olub və əsir düşəndən sonra içki, siqaret çəkənlərə isə siqaret verilib. İşğalçılar müharibəni xatırlayarkən böyük qorxu hiss etdiklərini bildiriblər. Mən heç vaxt belə bir şey hiss etməmişəm. Bu qədər ölüm. Yürüyərkən öz adamlarımın cəsədlərinin üzərindən keçirdim və bu qoxu ömür boyu unudulmazdı. Meşəlik ərazilərdən keçərkən cəsədlər, 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 cəsədlər. Hamısı bizimkilər, hamısı bizimkilər. Heç kim onları toplamır. Bu sadəcə bir şokdur. Nə vaxt bunu unuda biləcəyimi bilmirəm. Siz də öz adamlarınızın hər birini qoruyursunuz və siz elektron və informasiya müharibəsinə güvənirsiniz. Yeri gəlmişkən informasiya müharibəsində ilk siz qalib gəldiniz. Çünki Rus əskərlərinə oraya getməmələrini sübut edən bir çox blokeriniz var. Yenə deyirəm, Rusiyanın missiyasına yox, Ukraynanın missiyasına faydalı olmağı üstün tutardım. Çünki Rusiya mənə heç nə vermədi.